Müğənnilərin hamısını banditizm tasa otuzdurubdur. Tasa otuzdurmağın bir neçə səbəbi olur. Birinci, maşının qiyməti, ikinci, toyun qiyməti, bu qiymətə ayda neçə və toya gedir, bahalı həyat tərzi, hansı müğənnini kim saxlayır, müğənni ilə kim sevişirsə, həmin iş adamı da tasa otuzdururlar. Müğənnilərə kim nəsə deyəndə deyir, devlətə vergi verirəm. Vilayətin qudası, Bandadelin rəhbəri, Əbülfət Rzayev və mavini deyir. Müğənni o abone eləyən kimi dövlətə vergi deyir, dövlətini də belliyim, İlham Əliyevini də belliyim, Mehribanını da belliyim. Əbülfət Rzayevin hər dəfə ağzından çıxan sözü odur. İlhamı orada saxlayan bizi, tasa oturmalısan. Təzə-təzə oxuyan müğənninin illik 20-30 mindir. Efirdə quşlayan müğənnilərin cəzası, bir cümlənin cəzası 5 mindir. 5 cümlənin cəzası 25 mindir. Orta səviyyəli müğənni 30-40-50 min bu civarda, yuxarı səviyyəli müğənni 50-100 min arası pul verir. Hər ildə bəzi müğənnilər könüllü kimlər nəsə eşq yaşayır. O eşq yaşadığını avtomatik olaraq insan alverinə qarşı mübarizə idarəsi bilir. Sən bir adamla, müğənni ilə sevişirsənsə, həmin adamlar illik 30 min pul verməli. Mən sizə demişdim İlham Əliyev şeyimizə də soçik qoyacaq. Əgər müğənni deyirsə ki, mən məsələn bu qədər tas verə bilmirəm Bandadelə, pulum yoxdur. Həmin vaxt onda şərt qoyurlar. Qol çəkdirirlər müğənniyə. Verbov da edirlər. Birinci, imkanlı adamlarla yatağa girməlisən və onu ilişdirməliyik. Və düymən deşiyi var. Onun kamerası olur məsələn. İkinci, bahalı toy sahiblərinin məlumatlarını verməlisən. Ya da toy zamanı harasa narkotik atmalısan, atdırmalısan, şərait yaratmalısan. Nə qədər olsa müğənni evə girir də, elə deyilmi? Ayda qızıldan lüstur, oyda məsələn servisdə olur qızıl, belə şeylər görür də. Bunun hamısını verməlidir banditizmə xəbər. Banditizm də içəridə yazılır. Burada Allah yoxdur. Atabala Əliyevlərin şəkli heç bir polis idarəsində, xüsusilə də banditizmdə vurulmuyubdur. Ancaq nazir Vilayət Eyvazovun şəkli vurulubdur. O da Vilayət Eyvazovun hegemonluğuna xəbər verir. Vilayət Eyvazov Mehriban Əliyevaya çaldırıbdır, əmizdiribdir. Vilayətin qozunu da yeyəmirlər, dillənəmirlər. Vilayət dersin o qayrılmış götümüzü mən qoruyuram. Açıqca İlham Əliyev və Vilayət Eyvazov deyir ki, mənim polisim xalqı yox, sizi qoruyur. Vilayət Eyvazovun nəsli, kökü hamısı Daxili İşlər Nazirliyindədir. Hətta banditizmin işçiləri o qədər qudurublar ki, Mehriban Əliyevin masajistini belə banditizm tutmuşdu. Mehriban Əliyeva buna görə çox əsəbləşmişdi. Bir ara Əlin Ağayev getdi, orada bir pot-pot elədi. Əbülfəti tutdular, nə etdilər, sonra Əbülfətə güllə atdılar, hər nə etdilər. Mehriban Əliyevanın masajistini belə tutdular. İndi nə bilirsiniz, bir dənə tablet qatdırardılar. Mehriban Əliyevana necə sevişir, Mehribanın götü başı hansı rəngdədir, onu deyə də bilərdi o. Mehriban Əliyeva çox qəzəbləndi buna, amma banditizmə girə bilmədi. Sadəcə orta ranglı mayordan zaddan bir neçəsini işdən atdılar, qalanları Əbülfətə də toxunmadılar, mavinlərinə də toxunmadılar.